Salamlar. Слушай, нет, я сейчас с этой Марией разговаривал. Salam. Вот, она говорит, что она вроде как... Salamlar. Axırki çölə çıxdıq Ayçalarla. Hava çox qəşəngdir burada. Mənfidir. Amma ki, mənfi 7 dərəcədə hiss olunur. Gül çox qəşəng hava keçdi. Melaşqa az oldu. Görünsünüz qarayıb. İndi isə Ayçalarla mağazaya gidirik. Damla isə ən sevdiyimiz yerə gedirik var desəm. Sifarişlərini götürməkdən. Ayçalarla bir yatdıq. Evləri yığışdırdıq. İndi isə gəzmək vaxtıdır. Kralla da biraz parka aparacağım. Ayçalarla yiyəcəkdə yerləndirəcəm. Damla isə bilməm hara gedəcəm. İndi isə çıxırıq, biraz hava alaq. Bir iki tane mağazaya girməliyik. Vibes'ten sifarişlərimizi götürməliyik. Belə. Hava çox qəşəngdir. Dünən çox suya qoyduq, bugün su verdi. Kosmetika mağazasına girdik. Baxırıq Ayçalarla. Önce barışıklara bakmak istiyorum çünkü barışık almalıyım. Olmasa az ondan ya Vibes'ten vuracağım. Çünkü o da daha başa gelir. Zaten Vibes'lerden. Vibes'ler falan siparişini alırım. Bak, o barışıkı. 114. Burada buradan gelen mağazasın. Nerede? Hangi için zaten olan şeyden. Hadi gelip bunları tutalım. Bir iki şey vermiştim. Dediler ki 20% bir indirim yoktu. Ayın 15'inde Modern Kosmetika'da 15%, 20% indirim olur. Buradaki bayramlarda buradaki 8 nokta. Resmen İstanbul'u götürdü. İndi ise param eve koymada. Bu çok birlikte. Başka nokta ise İsə gəldik, çıxdıq, dom kutular qabağına. Açıldı çevrəsini oturur, çünki çox sevir çöldə oynamağı. Belə. Yayda hər kəs burada olur, indi qış olduğu üçün çox adam yoxdur. Həm də ki, uşaqlar bağçadan çıxmaq vaxtı deyil. Çıxanda hamı burada olur. O yer belə duzdur, qızlar. Yəni ağ olmaz səbəbi yerə düz tökürlər ki, buz falan olanda sürüşməsinlər, uşaqlar, böyüklər. Ya buz tökürlər, ya da ki torpaq. İndi isə duz tökürlər deyil, yer dumlaqda qalib. Axır ki, çatdıq burada. Hər kəs uşaqlarla bura gətirir. Hər axşam, yəni axşam yerində 4-5 arası bir də ki 10-11 arası uşaqlar çölə çıxartırlar. Bu bir duman eləmək üçün yerlərdə kim istəyir duman edir. Başka uşaq əyləncə yerdə. Большой, да? Вижу. Попадаем сюда. Ой. Здесь тоже пойдешь. Да. Да вот. Давай, пойдешь. Пойдешь. Ой. Вот. Умница. Чик. Нравится? Нравится? Круто? Ду-ду-ду. Сейчас посмотрим, где Атила. Вот здесь. Вот здесь Атила. Да ладно, сейчас.
Salam qızlar, yenədən axır 2 gündən sonra Vibresen aldıqlarımı açıb sizinlə bölüşə bildim. Açılanan vaxt edəmirəm. Bir tuxovka üçün list almışdım. O listədə yəni ki, tuxovka gəlmədiyi üçün onu qaytardım. Axır 2 gündən vaxt elədim. Vibresen aldıqlarımı sizə göstərmək istəyirəm. Belə bir şalvar almışam. Vibresen, yəni ki, Vakiti firmasıdır. Payızda yazda giymək üçün, açıqlı yazda giymək üçün. Yəni tutqan altına uyğun olduğu üçün legistlər giyinirəm. Yəni budur qızlar. Belə bir qara şalvar almışam. Uzun koftandan falan giyməyə çox rahat olur. Gördüyünüz kimi Vakiti firmasıdır. Bu da Vakiti Vibresen özündə də olur. Siz ala bilərsiniz. Sizə qiymətə bölüşəcəm. Bundan bir dənə qalmışdı. Bizim pulla 5 manata falan almışam. Çox qəşəngdir. İçərisi də belədir. Yazda, yayda falan burada hava soyuq olduğu üçün bulkaların altına falan belə bir şeylər giyinirəm. Çox sevirəm. Sonra bundan bir ədəd də almışam. Rozlu rəngində. Bu da endirimə düşmüşdür. Bizim pulla hardasa 4 manata falan almışam. Rozlu rəngidir. Bunu posta giyindim. Biraz bəyənmədim. Nəyə görə bəyənmədim? Biraz elə bir şalvar olmamış kimi gəldi. Bəlkə bunu apardım, qaytardım. Postacı giyinəndə etiketkası cırılıb da bilmirəm olmayıbdı yoxsa nədir. Tapamadım. Bəlkə qaytara bildim. Bəlkə də yox. Monti çoplaydı. Belə. O da çox qəşəngdir. Koftanın altına, futbolkanın ya da sviterin altına giyinsən çox qəşəng göstərir. Sapaş giyinən falan. Sonra bu nədir? Bu isə özümə pana görmüşüm, pana vurdum. Bu da bizim puldan 1 manata falan vurmuşam. Belə bir tanadır. Nəsə çox bəyəndim. Mən sadəcə orada açıb baxsan ki, görüm yerindədir. O da bir də üstünə belə bir zakolka hədiyyə qoyublar, sağ olsunlar. Bunu hələ taxmamışam. Yəni taxıb qərar araşdıracağım, ya qaytaracağım, ya yox. Sonra isə özümə o dənə tort üçün belə bir şey zakazladım. Mol. Telefon meyli. Burada. Yəni ki, aslında tort sifarişi götürürəm. Hələ ki, sifarişim olmuşdur burada. Yəni ki, müstəqə. Yəni tort sifarişi satırmada var. Bunlar da üstündə hədiyyə gəlibdir. İstə olmasa şəkillərini paylaşarım. Belə bir rəqəmdir. Sonra ulduzdur. Bunlar Azərbaycanda çox vaxt olur. Həm də Azərbaycanda olmadığı üçün mən də yox edilərəm. Elə özüm üçün burada aldım ki, ayın 3-lük ad günü var. Ona bir tort hazırlayacağım bunlarla. İzamat da sifariş vurmuşam. İzamat da gəlsin. Sizlərlə belə bir video paylaşar. Belə bir şey. Bizim pulun hardasa 6 manat falan belə vermişəm bu 4-ünü. Amma Azərbaycanda bunun bir dənəsi 3 manat 4 manat. Yəni çox keyfiyyətlidir. Göstərir rəngdir. Yumru, ulduz, rəqəm. Ən çox rəqəmi sevdim. Əslində ikisinin eyni qiyməti idi. Sonra gördüm ki 4 dənəsi belə kampaniyadır. 4 eyni qiyməti ilə ən çox rəqəm sevdim. Kapsiyonu falan tortun üstünə rəqəm qoymağa idealdır məncə bu. İndi Allah qoysam ayın 3-lü tort hazırlayacağım. Bunların yanında video çəkəcəm. Burada tort hələ sifariş götürməmişəm. Amma ki az-az hər şeyimi, yəni belə lazım olan şeylərimi almışam. Tort pişirmək, sifariş götürmək o demək deyil ki, sənin mikserindən topdan olsun. Əlbəttə ki, xırımxırda olan şeylər mütləqdir, yəni tort üçün, sifariş götürmək üçün. Çünki mikserdən, topqandan sənin işin qutarmış. Belə bəzək işləri üçün belə şeylər çox lazımdır. Yəni yavaş-yavaş burada da almışam. Azərbaycanda demək olar ki, hər şeyim var idi. Burada da xoşuma gəldikcə, endirmə düşdükcə istədiklərimi alıram. Belə izamaltım da gəlsin, Allah qoysa 1-2 günə gəlməlidir. Şimdi soğanımı qovuracağım. Biraz içərisinə mən kurtavla edəcəm. Yedim. 2 ət. Markovu da çəkdim qızlar. Artıq soğan da qovuruldu və markov içinə əlavə edirəm. İçinə əlavə edib qapağını örtəcəm. Artıq əti də qovurdum içərisində.
birazdan kreçkanı, yəni indi kreçkanı birazdan deyəndə kreçkanı əlavə edib qoyacağım içərisində. Sonra isə biraz su töküb pişməyə qoyacağım. Gördüğünüz kimi içərisinə qatıb, biraz kreçkanı qovurub, biraz su töküb, sonra isə pişirəcəm. Hələ ki qovurdum. Artıq bugün günümüzü tamamladıq. Çöldən gəldik və Atilla'ya bazarlıq etmişəm. Atilla'ya hər axşam yatmamışdan qabaq süt verim. Attila süt içməyi çox sevir. Bir butulka da verim, yəni bir çay qaşığı da pesoq atıram. İçərisində şirin olsun deyə. Hər axşam bir stəkan demək olar ki, süt içir. Ekomilkini almışam. Bu isə bizim pulla 1.50 almışam. Şimdi əmin bilim mağazasından pitenin aldım. Buna da hardasa bizim pulla 2 manat falan belə vermişəm. Sonra Atilla'ya belə püre almışam. Biraz böyükdür. Bunu 2 yerə bölüb verəcəm. Bunu hardasa bizim pulla 1.50'ye falan almışam. Sonra belə bir nə deyim, Fruktanyanyanın marmaladını almışam. Fruktovuydu. Atilla'ya çöldə beyx verdim. Çox sevdi. İçərisini sizə göstərəcəm. Burada içərisində marmalatlar var. Meyvəli, başqa meyvəlisini alın. Sonra belə pürelər almışam. Bunları çox sevir. Bunun bizim pulla 1 manata falan almışam. 1.20'ye də gəlir. Fruktanyanyanı almışam. Armudlu, almalı, çələmli. Hətta mangolu çox süper dadır. Sonra belə ən çox da mən alanda fikir verirəm ki, üstündə piçenikli olsun, içərisində piçenik. O gün də düyül almışdım. Düyülünü o qədər xoşlamadı Atilla. Amma ki, ən sevdiyi piçenik nə olandı? Piçeniklə olmayanda adi bir meyvələ alıram. Bir də ki, birdən Aguşanın, Fruktanyanyanın yoğurtlarını falan alıram. O da biraz geç olduğu üçün, böyük olduğu üçün tam bilmir. Belə deyim, meyvəni, yoğurtları belə çox sevmir. Ondan sonra da qatığı daha çox sevir, şoru daha çox sevir, süzməni daha çox. Ən çox elə şeylər alıram. Yoğurt alıram, qalır tökürəm. Ona görə baletini qablarda belə rastışqa alıram. Gündə bir dənəsini, yəni orada zorla verim. Çox da sevmir yoğurtu, bilmirəm niyə. Amma belə pirelər çox sevir. Demək, rastışqam bizim bundan hardasa 1.50'ye falan almışam. Bu qədər günümüz bitti. Kanalıma abunə olub, like verməyi unutmayın. Bu qədər.